لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Yəni başa düşülür ki, sualdan, əgər qadın qaşını alarsa, yəni günahdan əri üçündə varmı? Əgər əri bunu qadağan edirsə, bu yenə qadın qaşını alarsa, günah qadın daşır. Amma kişi bunu bilir və çəkindirmirsə, onda hər ikisi də günah daşıyır. Yəni, qaş almağa da lənət gəlmişdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Lənəllahu namisat vəl-mutanammisat. Qaş alan və aldıran qadınlara Allah lənət eləsin deyir. Yəni, qaş almaq böyük günahlardandır. Çünki lənət gəlibsə, o böyük günah adlanır. Və ona görə yəni, kişi də buna imkan verməməlidir, icazə verməməlidir. İbn-i Məsud radiyallahu anhu bir dəfə deyir ki, mən necə Allahın lənətlədiyini lənətləməyim, yəni qaşalan qadınları. Və bir yaşlı qadın deyir ki, mən Qur'anı əvvəlindən axırına qədər oxumuşam və orada elə bir şey görməmişəm deyir. Və İbn-i Məsud radiyallahu anh isə deyir ki, əgər sən yaxşı oxusaydın, görərdin. Çünki Allah Teala buyurur ki, وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُ. Yəni, Peyğəmbər sizə nə verirsə onu götür, nədən çəkindirirsə ondan çəkinin. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin gətirdiyi də, öyrətdiyi də Allah Teala'nın öyrətdiyidir. Və sonra qadın deyir ki, mən sənin yoldaşın da qaş aldığını görmüşəm. Yəni, o da qaş alır. Və deyir ki, get bax. Və gedir, baxır, deyir ki, yox, səhv görmüşəm, qaşını almır. Və İbn Məsud radiyallahu anhu deyir ki, əgər o qaşını alsaydı, bu tavanın altında bizimlə yaşaya bilməzdi. Yəni, onlar və məsələdə ciddi idilər. Çünki lənət varsa, lənət olan məsələ asan məsələ deyildir.